Salam dostlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu geçmişten ve kanalda olmaq canlı olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları, xəbərlər, şəxsi analizlər və s. paylaşıram. Hər birinizi gözləyirəm. Həmçinin müzakirə qrupunda da bu linkdən daxil olub, deməli, müzakirə qrupunda suallarınızı verə bilərsiniz və yaxud hər hansı bir mövzu haqqında, səhmlər haqqında müzakirələr apara bilərik dostlar. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlə bərabər texniki analiz dərslərindən başlayırıq. Bu birinci bölümdədir texniki analiz dərslərinin. Deməli dostlar, Bitcoin üzərində texniki analizi sizlərə öyrətməyə başlayıram. Əvvəlcə burada ümumi deməli arayüzünü göstərim sizə. TradingView-da daxil olmuşam buna. Gəlin bunları tez-tez silək. Deməli dostlar, texniki analiz nəyə lazımdır? Texniki analiz həm kriptovalyutada, həm səhmlərdə deməli qrafikləri analiz etmək üçün, yəni hardan almaq, hardan satmaq lazımdır. Əgər məsələn tradingdən məşğul olmaq istəyirsinizsə, bu sizə lazımdır və yaxud uzun müddətli, orta müddətli, qısa müddətli, yəni hər cürə alış variantında texniki analiz fundamental analizin yanında 30-40% civarlarında vacibdir dostlar. Yəni fundamental analiz 50-60 civarlarında vacibdirsə, texniki analizdə 30-40 civarlarında hardasa vacibdir dostlar. Niyə? Çünki alış və satış yerini müəyyən edir. Burada TradingView-da sizə göstərəcəm, bunu izah edəcəm. Bir gün, bir həftə, bir ay, 3 ay, bunlar qrafikin vaxtları dostlar. Yəni bir şamın ümumi vaxtı. Məsələn, bir gün seçmişəm, görürsünüz ki, bu şamdır, gördüyünüz kimi qırmızı. Bundan sonra yaşıl şam gəlir. Yəni qırmızı şamdan yaşıl şama, yəni bir şamın yaranma və bitmə müddəti bir gün içində qrafikdə göstərilir. 1 saat olanda, deməli 1 saat olanda 1 saat içində deməli şamı göstərir. Məsələn, gördüyünüz kimi bir dəqiqə qrafikə gələk. Gördüyünüz kimi bu qırmızı şam 1 saat sonra saat 5-də yeni bir şam yaranıb və burada tamamlanır. Yəni bunlar əsasən şamların vaxtlarını göstərirlər dostlar. Necə texniki analiz edə bilərik? Qısa müddətli texniki analizlərdə dostlar, əsasən 15 dəqiqəlik deməli analizlərə üstünlük verirəm. Yəni əgər tutaq ki, siz günlük trade etmək istəyirsinizsə və yaxud deməli forex ticarətində, futures ticarətində deməli ticarət etmək istəyirsinizsə, qısa müddətli spot alışlar etmək istəyirsinizsə, kriptovalyutada 15 dəqiqəlik qrafikə deməli fikir verməlisiniz. 15 dəqiqəlik qrafikdə necə analiz edəcəyik? İlk öncə dostlar, dəstək direnç nöqtələri nədir? Bunu sizə göstərim. Dəstək direnç nöqtələri bir kriptovalyutanın, ümumiyyətlə bir aktivin minimum qiyməti ilə maksimum qiyməti arasında olan bir xəttdir dostlar. Məsələn, minimum qiymətində gördüyünüz kimi bu deməli bunu çəkək. Burada gördüyünüz kimi bu işarəyi vurdum və bu işarə bizə gördüyünüz trend çizgisi, yəni trend xətti verdi bizə. Yəni bu trendə hansı yöndə gedəcəyini təxmin etmək üçündür bu və deməli əsasən qırılma və breakout, yuxarı doğru sıçrama deməli məqamlarını təyin etmək üçün istifadə olunur bunlar. Məsələn, Bitcoin-in 15 dəqiqəlik qrafikinə gəldik. Gördüyünüz kimi minimum nöqtələrdə toxunuşlar edib altlarda. Bu deməli dəstək nöqtələridir. Burada, burada, burada və görürsünüz ki, biz düzgün xətt çəkmişik. Dəstək nöqtələrini toxunan şəkildə şamın bitdiyi və başladığı qiymətlərdən trendimizi, dəstəyimizi çəkmişik. Direnç xətti nə isə maksimum həddir. Əgər bu direnç xəttini burada qırarsa, bundan sonraki hədəfi dostlar, bundan əvvəlki qırılma zonası olacaq. Yəni əgər məsələn tutaq ki, buradan qırıldı, 67-700-dən qırıldı, maksimum bura qədər 68-586-ya qədər qalxa bilər. Buradan satış yeyə bilər böyük ehtimal. Niyə satış yeyə bilər? Çünki deməli ayın 2-si gecə 3 tarixində buradan böyük satış yeyib. Bunlar niyə vacibdir dostlar? Çünki investorlar, traderlər əsasən əvvəlki etdikləri hərəkətləri təkrarlayırlar. Ona görə də bu lazımdır. Yəni buradan satış yeməsə, deməli trend yuxarı yöndə davam edib növbəti hədəflərə doğru gələ bilər. Lakin buradan ləğv gəlsə, satış gəlsə, bu yenidən trendin aşağısına doğru düşməyə başlayacaq. Həmçinin trend aşağıya da qırıla bilər. Məsələn, burada 66.700-dən qırılma etsə, bu 65.800-ə qədər düşə biləcək. Niyə? Çünki burada bir böyük alış nöqtəmiz var. Yəni buradan gördüyünüz kimi burada RSI nöqtəsi də var aşağıda. Burada bir alış nöqtəmiz var. Bura qədər düşə bilər. RSI nəyə görədir? Hər videoda deyirəm demək olar bunu. RSI o deməkdir ki, yəni əgər bu RSI qiyməti aşağı olsa, məsələn 30, 33 və yaxud daha aşağı olsa, deməli çox satılmış nöqtədədir. Yəni bu nöqtələrdən əsasən alışlar gəlir. Təbii bu hər birinə aid deyil. Elə deməli
tokenlər olur ki, yəni əsasən mem tokenlər olsun və yaxud bazara yeni çıxmış tokenlər olsun ki, bunlar bazar şəraitinə tam uyğunlaşa bilmirlər və yaxud tam həcmi, likvidliyi təmin edə bilmədiklərinə görə düşmək, daimi olaraq düşə bilirlər. Yəni elə təbii olaraq kriptovalyutalar var. Həmçinin kriptovalyutada 10 mindən çox token olduğuna görə bazarda belə hallar mümkün olur. Amma əsasən böyük kriptovalyutalarda belə hallar o qədər də mümkün deyil. Məsələn, Bitcoin kimi böyük likvidlik təmin edən kriptovalyutalar kimi. Yəni bu hallar mümkün olmur və əsasən RSI nöqtəsinin aşağısından bir reaksiya gəlir dostlar. RSI buna görədir. Yuxarısından satış reaksiyası, aşağısından isə alış reaksiyası almaq üçündür. Səhmlərdə bu biraz fərqlidir, çünki səhmlərdə fundamental vəziyyətə daha çox deməli diqqət yetirirlər. Məsələn, şirkət satışları artarsa, məsələn bir xəbər gəlir və yeni dərman çıxarıb, satışlar artıb, müqavilə və s. Yəni RSI-yə falan baxmadan çox artış edə bilir dostlar. Deməli səhmlər 100-ə qədər, hətta 90 üstü bir aza qədər arta bilir səhm bazarında bu vəziyyət. Yəni texniki analizin əsas təməli budur dostlar. Dəstəyi və dirənc xəttləri və gördüyünüz kimi satış nöqtələri. Bu satış nöqtələrini məsələn necə göstərə bilərsiniz? Mən burada məsələn daha doğrusu düzbucaqlı var dostlar. Düzbucaqlıdan istifadə edirəm. Bu həm kvadrat da demək olar, düzbucaqlı da demək olar. Hər cürə vəziyyət yaratmaq olur. Bunu məsələn belə trade edərkən, forex, futures ticarəti edərkən və yaxud ümumi olaraq alış-satış nöqtələrini nəzərdə istəyirsinizsə nəzərə çarpsın. Bundan istifadə edə bilərsiniz TradingView-da və tutaq ki, bura dəyəndə satış gözləmək olur. Əgər bunu da qalxsa, alış davam edə bilir. Düz deyə bilərsiniz ki, RSI daha çox qalxacaq, düzdür qalxacaq dostlar. Amma RSI nöqtəsi əgər çox alış gəlirsə, bu qalxış deməli RSI xətti kiçilir və qalxış daha kiçik xəttlərlə davam edir. Lakin əsl qrafikdə qalxış daha sürətli davam edə bilir dostlar. Yəni söhbət bundan ibarətdir. Başqa burada məsələn text bölməsi var. Bu ilk dərs üçün istəmirəm bütün məsələn başqa burada indikatorlar var, göstərgələr var. Gördüyünüz kimi çox şey var. Bunun hamısını göstərməyəcəm və sizə qısa özət keçəcəm birinci bölümdə. Mətn var. Məsələn, burada mətn yaza bilərsiniz. Bu qiymətdən almaq istəyirəm və yaxud burada bu qiymətə satanda satacağam. Yəni ümumiyyətlə demək qeydlər aparmaq mümkündür. Burada ox işarəsi var. Yəni ki, bura qədər qalxacaq falan belə şeylər var. Və digər gördüyünüz kimi burada uzun pozisiyon nədir? Burada treyderlər əsasən bundan istifadə edirlər. Məsələn, bu qiymətdən hal-hazırda deməli futuresdə tutaq ki, və yaxud forex-də bir əməliyyat açdım. Gördüyünüz kimi bu qiymətdən hədəfim tutaq ki, buradır. Burada açıq-aydın göstərir ki, zərərdəsənmi, zərərdə deyilsənmi? Həmçinin bunu burdan tənzimləmək olar. Giriş qiyməti, lot sayısı və s. və ilə axır. Yəni qiymət hesablama qiyməti və s. Yəni bunu buradan tənzimləyib əsasən trading üzərindən də əməliyyatlar aparmaq olur dostlar. Bugünlük bu qədər. Videomu bəyəndinizsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.